Növbəti 68-ci sünnə əməllərdən işa namazından sonra qılınan 4 rükət sünnədir. İşa namazından sonra 12 rükət, yəni 12 gündəlik qılınan sünnə, ratibə sünnə içərisində işadan sonra olan 2 rükət var. Lakin işa namazından sonra Allah Rasulü 4 rükət sünnət qılardı. 4 rükət sünnət qılardı və Rasulullah s.ə.v buyurur ki, işa namazından sonra 4 rükət namaz qılan kimsə ilk 2 rükətində kafirun və sonra da İxlas oxusun. Və son 2 rükətdə mülk və səcdə surələrini oxuyardı Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni əvvəlinci rükətdə İxlas, Kafirun, İxlas və sonraki 2 rükətində isə mülklə səcdə surələrini oxuyardı. Və buyurur ki, 4 rükət işadan sonra namaz qılan Qədr gecəsində 4 rükət namaz qılanın savabı kimi savab qazanır. Qədr gecəsində 4 rükət namaz qılıb onun savabını qazananın savabını qazanar. İşadan sonra 4 rükət namaz qılmaq. Və həmçində digər hədislərdə necə ki Şeyx Albani rəhməhullah bu hədisləri səhih deyib və sahabələrdən gəlir ki, onlar bu namaza riayət eləyərdilər. Necə ki gəlib ki, Abdullah ibn Amr radiyallahu anh deyir ki, işa namazından sonra 4 rükət qılana sanki Qədr gecəsi kimi qılmış savab yazılardır. Və ona görə də alimlər söyləyirlər ki, necə ki Mərvazi Qadrus Salah adlı kitabı var və orada bir çox sahabələrdən əsərlər zikr edir ki, onlar işa namazından sonra bu 4 rükət qılınan sünnəyə çox diqqət edərdilər.